Ərbəyin ziyarəti mənəviyyat, haqqın yanında durmaq və zülmə qarşı baş qaldırmaq məqamıdır. Lakin İmam Hüseyn əleyhissalam hərəminə doğru addımlayanda Azərbaycanın bayrağını dalğalandırmaq nə dərəcədə doğrudur? Bu bayraq İngilis generalı Thomson tərəfindən İslam dinini təhqir etmək üçün Rəsulzadə hakimiyyətinə məcburi qəbul etdirilmişdir. İslam ümmətini parçalayan, sərvətlərini talayan bir imperialist gücün kölgəsində formalaşan rəmzlərin Kərbəla mənəviyyatı ilə heç bir tarixi və ideoloji bağlılığı ola bilməz. Bayrağın daşıdığı ideoloji rənglər və simvollar da İslamın prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir. Göy rəng türkçülüyü və millətçiliyi tərənnüm edir. Halbuki İslam millətçiliyi tamamilə rədd edir. Üstünlüyü yalnız təqvada görür. Qırmızı rəng isə qərqpərəstliyi və dünyəvi demokratiyanı ifadə edir ki, bu da ilahi hakimiyyət və şəriət prinsiplərinə tamamilə zidd bir sistemdir. Ən acınacalısı isə odur ki, İslamın rəmzi olan yaşıl rəng təhqir üçün bayrağın ən aşağı hissəsində yerləşdirilmişdir. Bununla da kifayətlənməyərək 2013-cü ildə bayraqdakı tünd yaşıl rəng açıq yaşıl rənglə əvəzləndi. Bunun məqsədi tünd yaşılın ifadə etdiyi saf İslam simvolizmini rəsmi rəmzlərdən tamamilə uzaqlaşdırmaq və itirmək idi. İşin ən ziddiyyətli tərəfi isə Azərbaycanda Aşura günü İmam Hüseyn əleyhissalam bayrağını qaldıran dindarlar həbs edilir, cərmələnirlər. Hakimiyyət imamın bayrağını qaldırmağı cinayət hesab etdiyi bir vaxtda dindarlar hansı məntiqlə və nə üzlə Ərbəyin yürüşündə hakimiyyətin bayrağını dalğalandırırlar? İmam Hüseyn əleyhissalam bayrağını qadağan edənlərin rəmzini gətirib Kərbəlada ucaltmaq Kərbəla şəhidlərinin ideallarına qarşı hörmətsizlikdir. Ərbəyin coğrafi və milli mənsubiyyət nümayiş etdirmək yeri deyil. Ora ümumdünya məzlumlarının zülmə qarşı vahid etiraz meydanıdır. İslam rəmzlərini aşağılayan, dindarı inancına görə həbs edən bir sistemin bayrağını Kərbəlada dalğalandırmaq vətənpərvərlik deyil, öz əqidəsinə və İmam Hüseyn əleyhissalam uca məqamına qarşı hörmətsizlikdir.